Demək belə. Biz haçan şeyə baxsa, siz bir Forex-dəki faturasına baxsa, görərsiniz ki, cütlərin hərəsi başqa cür hərəkət edir. Amma yəni ortada bir belə deyək də bir qanuna uyğunluq var. Yəni hamısı şey öz başına hərəkət etmir. Nəsə bir məsəl üçün avro USD ilə funt USD eyni hərəkət edir. Amma baxarsan ki, məsələn nə avro haqqında, nə funt haqqında heç bir xəbər yoxdur, ancaq yenə də hərəkət etməyə başlayır. Onun üçün bir başsalar ki, məsələn necə olur ki, bu cütlər hamısı eyni vaxt hərəkət edir. Məsələn niyə siz məsələn dollarda xəbər çıxanda avro USD-ni ala bilərsiniz, yaxud da belə də funt USD-ni sata bilərsiniz. O məqsəd yəni biraz daha çox o hər xəbərin ümumiyyətlə cütlüyün özünə bir dənə o ölkənin valyutasına yox, bütün dünyadakı valyutalar necə təsir edən başa salmaqdır. Əvvəl belə risk cütlükləri və sığınma cütlükləri ondan danışılır, sonra bu cütlüklər necə hərəkət edir, ondan danışılır. Sonra bir dolların, avronun, yeni bir də funtun özünün xüsusiyyətləri var, özünə məxsus. Onlara bir də başlayalım, təxmini bir nəzərinizdə olsun deyə. Bir də qeyd edək ki, biz burada deyəcəyimiz hamısı belə də bu cütlüklərin necə hərəkət edildiyini göstərmək üçün belə də ən ilkin bir tanışlıq kimi bir, yəni əlbəttə çox mürəkkəbdir hər şey. Yəni siz burada bu webinar sizə kifayət eləməksə hər şeyi biləsiniz. Amma heç olmasa sizi doğru yöndə yönləndirmək üçün bizə bir kömək eləyəcək. Yəni, hər hansı bir valyuta bilirsiniz, özünün bir fundamental xəbərləri var, fundamental xüsusiyyətlərinə görə hərəkət edir. Məsəl üçün də avronun iqtisadi, Avropa Birliyini iqtisadi gücləndikcə avro güclənməyə başlayır. Yaxud məsəl üçün Meksika pesosu, əgər Meksikada iqtisadi güclənməyə başlayırsa, onda deməli o da güclənəcək. Bu onun fundamental xüsusiyyətidir. Yəni bu ancaq həmin valyuta aiddir. Xəbər, ancaq digər valyutalara təsir eləmir. Bir də bu cütlüklər ona görə hərəkət edir ki, ona bütün dünyada nəsə baş verir. Yəni ola bilsin ki, məsələn həmin ölkənin valyutanın ölkəsində heç bir xəbər yoxdur, heç bir iqtisadi göstərici çıxmayıbdır. Ancaq cütlük həmin valyuta başlayır hərəkət etməyə. Çünki dünyada nəsə baş verir ona görə. Yəni onun birinci dəfə çox ikinci forsa başlayan başa düşmür, amma yəni cütlüyün özü ancaq öz texniki və ya fundamental xüsusiyyətinə görə ümumiyyətlə Forex bazarının nəbzi, axımı necə hərəkət edirsə, ona uyğun hərəkət edə bilər. İkinci bir dənə şey, deyim, çox Forex-dən tanış olan bilmir. Yəni, bütün cütlüklər əslində məsələn avro USD varsa, o deməkdir ki, bir avro bölünsün USD deməkdir. Yəni o şey avro USD, düz onu belə yan-bayan yazır, amma əslində avro bölünsün USD deməkdir. Yəni, burada riyaziyyatdan bir qanun var. Əgər misal üçün əgər məsəl üçün bölünən qalxırsa, onda o nisbət qalxır. Yox, əgər bölən qalxırsa, o nisbət düşür. Nə deməkdir? Yəni, məsəl üçün avro bölünsün USD deməkdirsə, burada bölünən qalxanda, yəni avro qalxanda, deməli avro USD qalxmalıdır. Amma məsəl üçün USD qalxanda, deməli euro USD düşməlidir. Çünki USD avro USD cütlüyündə bölünən deyil. Yəni aşağıda olandır. Yəni ona görə belə baxmalıyıq. USD-dən yaxşı xəbər çıxanda niyə euro USD düşür? Çünki USD qalxır ona görə. Amma məsələn avro USD, yəni eurodan yaxşı xəbər çıxanda əlbəttə onu qaldırır. Çünki avro bölünəndir. O qalxdıqca cütlük də qaldırır, nisbət də qaldıracaq. Eləcə də məsələn baxa bilərsiniz ki, USD-dən bir yaxşı xəbər çıxıb ABŞ dollarından, ABŞ dolları qalxmağa başlayır. Amma ABŞ dolları qalxmağa başlayır. Bu nə deməkdir? Baxacaqsınız ki, funt dollar düşür, amma USD dollar qalxır. Yəni, çünki yenə USD bu funt dollarda böləndir, amma USD yenə də bölünəndir ona görə. Yəni, onu fikir vermək lazım ki, xəbər yaxşı çıxıbsa, o yerləşdiyi, valyutanın yerləşdiyi cütlük qalxacaq, düşəcək. Yəni, bütün valyutalar hamısı eyni vaxtda düşüb qalxmır. Yəni, o bölünəndir, ona uyğun olaraq hərəkət edir. Fundamental xüsusiyyətləri bir nəzərdə tutulur. Yəni əsasən məsələn bir valyutanın özünə təsir edən o fundamental xüsusiyyətləri nədir? Əslində çoxdur. Burada ən böyüklərini yazmışıq, təxmini bir təsəvvürünüz olsun deyə. Məsəl üçün bir ölkənin ticarət balansı nə deyim? Məsəl üçün bir ölkənin idxalı ilə ixracının fərqi. Məsəl üçün deyək ki, ABŞ Çinə 1 milyard dollarlıq bir şey ixrac edib, amma bir 800 milyon dollarlıq idxal edibdir. Deməli 200 milyon dollar ticarət balansında artığı var. Yəni, bu nə qədər çox əski olsa, defisит olsa, yəni ixracdan çox olsa, o cütlük həmişə zəifləyir. İndi bu xırdaqlarına çox girmək istəmirlərsə, bir dənə tanışlıq olsun, yəni ticarət balansı ona deyir, yəni ixracın fərqi həmişə həmin valyutaya çox təsir eləyir.
Düzdür, məsələn, o xəbər ola bilsin, çıxanda çox təsir eləmədi çıxan kimi, amma məsələn, xəbər çıxan kimi çoxlu hesablamalar olur, ona görə yəni xəbər çıxanda hamı bilir nə olur, ona görə çox təsir eləmə bilər, amma ümumiyyətlə baxanda, yəni uzun müddətə baxanda ticarət balansı bir valyutanın artıq azalması ən çox təsir edən səbəbdən biridir. İkinci demək, bunların hamısı eyni səviyyədir, yəni bəzi baxır zəmaniyə, bəzən olur ki, inflyasiya çox əhəmiyyətli olur, bəzən əhəmiyyətsiz olur. Ondan sonrası iqtisadi artımdır. İqtisadi artım nədir ölçülər? Ümumi daxili məhsulla ölçülür. Ümumi daxili məhsul da bilirsiniz, bir ölkənin bir il ərzində istehsal etdiyi bütün hər bir şeyin cəmi, yəni belə deyirik, əslində nə edirlər? İstehlakçılara məsələn insanlar nə qədər xərcləyiblər, dövlət nə qədər xərcləyibdir, biznesə nə qədər investment qoyubdur, onu toplayırlar. Sonra üzərinə gəlirlər ticarət balansı, yəni ixracla ixalın fərqi. Ondan bilinir ki, məsələn bu ölkə bu il ərzində nə qədər böyüyübdür. Məsələn, ABC-in Azərbaycanın ümumi daxili məhsulu 60 milyard dollar deyildi. Yəni Azərbaycan 60 milyard dollar necə istehsal edir belə. ABC-inki məsələn 15 trilyon dollardır. Yəni, bu o iqtisadın nə qədər böyük olduğunu göstərir və onun artdıqca faizi ilə baxılır ki, neçə faiz artım oldu bu illər. Məsəl üçün 1%, 2%. Nə qədər çox artım olanda o valyuta qalxır. Düşəndə ki, valyuta düşür. Yəni bu iqtisadi artım odur. Yəni üçüncüsü Mərkəzi Bankın faizlər əcəri və digər siyasətləri var. Məsəl üçün bunu indi elə belə üzərindən ki, hər bir valyutanın yerləşdiyi iqtisadi Mərkəzi Bankı, tutaq ki, ABŞ-inki məsələn Federal Rezervdə banklara verdiyi və bankların arasında bir nizamlamaq üçün bir faiz var, kredit faizi var. O faizi qaldırıb salanda həmin valyutanı qaldırıb salır. Yəni belə çıxanda bəlkə valyuta təsirinin ən vacib xəbəri budur bəlkə də. Yəni son halı. Yəni çox şeyə girməyək, dərinə, amma belə deyim ki, Mərkəzi Bankın siyasəti ki, məsələn, nə qədər kredit ayrılsın banklar, neçə faizdən ayrılsın, nə qədər müddətdən, bu həmin valyutaya çox təsir edir. Sonra işsizlik gəlir. İşsizlik yəni ölkədən əhali nə qədər fazla işsizdir. Nə qədər çox işsiz varsa, o iqtisadi o qədər zəifləyir, onun valyutası o qədər zəifləyir. İnflyasiya da onun kimi, yəni inflyasiyasında pulun dəyəri ölməyi demək. Çünki inflyasiya o demək ki, qiymətlər artır. Qiymətlər artırında o pulun dəyəri azalır deyə inflyasiya artmağı o valyutanı aşağı salır. Bu 5 dənə ki var, ölkənin ticarət balansı, iqtisadi artım, mərkəzi faiz dərəcə, işsizlik, inflyasiya. Yəni bunlar bir 20-30 dənə çox böyük belə fundamental xüsusiyyətlərin sadə 5-idir. Ancaq bunlar nəyə çatdı nədənsə? Demək ki, bu xəbərlər hansısa çıxdı, ancaq həmin valyutanın özünə təsir edir. Yəni dünya bazarına təsir eləmir. Bizcə istisna olmalı ABŞ-dır. ABŞ-ın xəbərləri bütün dünyaya təsir edir. Amma o bizlər məsələn Çinin olsun, Yaponiyanın olsun, İtaliyanın olsun, yəni nəsə işsizlik, inflyasiya, iqtisadi artımı adətən öz valyutasına təsir edir. O birisi valyutalara məsələn təsir eləmir. Avroya təsir edir, amma məsələn funda heç təsir eləmir. Bəzi hallarda eləyir, amma ümumiyyətlə yəni həmişə yox, amma bəzi hallarda təsir edir. Aksiyona təsir eləmir. Bu onların ancaq özünə aid olan bir şeydir. Ancaq bəzi xəbərlər var ki, məsələn bütün dünyada hər bir şeyə təsir edir, bütün valyutaya. Bu da nədir? Məsələn qlobal iqtisadi kriz olanda ABŞ-da məsələn başladı bilirsiniz 2008-də. O bütün dünyada hər bir şeyə təsir edir. Meksikan peso olsun, avro olsun, nə bilim Kanada dolları olsun, hamısı dəxli yoxdur. Bütün hər bir şeyə təsir edir. Bütün dünyaya aid olan xəbərdir. Yaxud məsələn bir müharibə xəbəri çıxır Orta Şərqdə, yaxud nə bilim başqa bir yerdə, yaxud da siyasi bir kriz yaranır. Məsələn ABŞ-la Rusiya arasında nə bilim. Bunlar da bütün dünyaya təsir edir. Bax, yəni bir dənə həmin ölkənin valyutasına təsir eləmir. Bir də ABŞ üçün Avropa Birliyinin daxil olan ölkələrin bəzi xəbərləri var ki, məsələn böyük xəbərlər ki, işsizlik də ola bilsin, yəni bilim ümumi daxili məhsulu həmişə yox, əksər vaxt digər ölkələrin valyutalarına təsir edir. Çünki ABŞ, Çin, Avropa dünyanın ən böyük iqtisadiyyatlarıdır, bir Yaponiya bir yerdə. ABŞ-da məsəl üçün nəsə baş verdisə, tutaq ki, dünya bütün ticarətin belə deyək, məsəl üçün 20% ABŞ-ın payını düşürsə, ABŞ-da nəsə bir problem varsa, deməli dünya ticarətinin 20%-də nəsə bir azalma olacaq. 20% öyrənəm, məsəl çəkirəm, dəqiq faiz bilmirəm. Amma yəni ABŞ-ın iqtisadın zəifləməyə bütün dünyaya təsir edir. Ona görə ABŞ-ın xəbərləri bütün dünyada hər bir ölkənin valyutasına təsir edə bilər. Hamısı yox, həmişə yox, amma əksər vaxt. Bir də bir şey deyim ki, bilirsiniz, Forex-də heç vaxt elə bir qanun yoxdur ki, həmişə yerində olsun, həmişə düzgün olsun. Yəni elə bir 100%lik, məsəl üçün bu xəbər çıxsa belə olmalı deyə, bu xəbər çıxsa elə olmalı deyə, elə bir şey yoxdur. Həmişə nisbəli vəziyyət, yəni mütləq heç bir şey yoxdur. Həmişə öz zəmanətin, öz o vaxtdan asılaraq dəyişir. Amma məsəl üçün bu saydıqlarımız var, məsəl üçün fundamental xüsusiyyətlər bir valyutaya necə təsir edir, yaxud dünya bazarındakı baş verən o böyük xəbərlər dünya valyutaya necə təsir edir, bu 80% düz olur. Həmişə yox, amma 80% düz olur. Yəni 80% kifayətdir ki, yəni o xəbərdən istifadə edilməsə bir qazanc əldə edilmir. Bir də ümumiyyətlə bazarda baxanda
o ilk olaraq başa düşməyə bilərsən, amma məsələn biraz baxandan sonra bir aylarla görəcəksən məsələn patron cütlüklərin hamısı belə də bir qanuna uyğunluq var. Yəni hamısı eyni vaxtda qalxır, düşür. Yəni onu bilmək üçün belə də başa düşmək lazımdır. Yəni təkcə bu dünya bazarında bu axımı nədir? Yəni nəyə görə belə olur? Amma yəni həmişə olmaya bilər çünki bizdən baxsan avro USD ilə funt USD bəzən bir hərəkət edir, bəzən əksinə hərəkət edir. Amma əksər vaxt eyni vaxtda hərəkət edir. Cütlüklər adətən oxusanız analitiklərində hamısını bütün dünyada cütlükləri iki yerə ayrılırlar. Yəni bu son Forex bazarında belə deyəm, belə son 15 ildə və məqalələrində belə deyəm. Əslində kitablarda da az yayılmır, amma bu investor traderin işlətdiyi terminlərdir. Bir risk cütlükləri var, bir də sığınacaq cütlükləri var. Yəni risk cütlükləri hansılardır? Avro, funt, Avstraliya dolları, Yeni Zeland dolları, Kanada dolları və digərləri var. Yəni, bunlar necə, mahiyyət nədir bunların? Bunlar hamısı elə cütlüklər ki, məsələn, dünyada yaxşı xəbər çıxanda dünya bazarında, yəni təkcə öz ölçüsünü alıyor. Bütün dünyaya xətəsin yaxşı xəbər çıxanda bu cütlüklər qalxır. Üzdən bu valyutalar qalxır. Pessimizm olanda bir pis xəbər çıxanda yəni, bu valyutalar aşağı düşməyə başlayır. Niyə? Çünki belə deyək də, misal üçün Avstraliya dollarıdır, funtdur, avrodur. Siz tutaq ki, eşitirsiniz ki, misal üçün də Avropada böyük bir zəlzələ olubdur. Yəni, məsələn, Rusiyada böyük bir zəlzələ olubdur. Dünyada banklar var, məsələn, müxtəlif investorlar var, hansı ki, məsələn, bilirsiniz, gün ərzində 5,5 trilyon dollarlıq bir Forex əməliyyatları əl dəyişdirir. Bunun əksərində arxasında banklarla şeylər, böyük investorlar dururlar, böyük şirkətlər dururlar. Onlar o dəqiqə neyinlər? Baxırlar ki, məsələn, Avropada nə bilim bir kriz yarandı, məsələn, banklar batmağa başlayır. O dəqiqə Avropada avro olanlar, yəni Avropada olan pullarını götürürlər, qoyurlar başqa yerlərə. Hansına ki, etibar edirlər, məsələn, USD-yə, yenə franka. Yəni fikirləşir ki, bu ölkədə problem varsa, bu banklar bata bilərsə, biz orada pulumuz qalmaz, çıxartmalıyıq. Yəni, həmin şey Avstraliya dollarında, Yeni Zeland dollarında, bir də Kanada dollarında aiddir. Nə vaxt ki, məsələn, böyük bir problem olanda, çünki bu ölkələrin iqtisadiyyatı o qədər də güclüdür, amma məsələn, ABŞ kimi güclü deyil. Yəni, siz belə baxanda, siz tutaq ki, öz pulunuzu gidib dollara məsələn qoya bilərsiniz, Azərbaycan manatını, bez narahat olsunuz, amma gelib Yeni Zeland dollarını çox qoymur, heç kəs demək qoymur, heç kəs Kanada dollarını qoymur. Amma məsəl üçün, eşlənən kimi belə dünyada iqtisadi artım var və s. var, onda hamı başlayır, həm Avstraliyada olsun, Asiya olsun, Avropanın balaca ölkələri olsun, orada şey eləməyə, onlara yatırım yatırmağa, onların pulunu almağa başlayır. Yəni, nə qədər ki, xəbər yaxşıdır, nə qədər ki, bir kriz xəbər yoxdur dünyada, kriz yaradıcı xəbər, onda bu ölkələrin pulları dəyərlənir, çünki investorlar yəni ABŞ-dan yox, ABC-də belə də, ABC-də qazanc azdır. Məsələn, illik faiz tutaq ki, 5% qazana bilsə, fikirləşsə mən apararam həmin pulu, məsələn, Rusiyaya 15% qazanaram, məsələn, Azərbaycana qayıtıb apararam, 20% qazanaram, Avstraliyaya yaparam, 10% qazanaram. Niyə dolları saxlayayım, ildə 5% qazanam? Amma problem İranda əksi olur. Ona görə sıxıntı cütlüklərdə bu aşağıdakılar deyirik, USD, yen, frank. Yəni, USD, yen, frank sıxıntı cütlüklər, çünki nə vaxt ki, bir dünya krizi yarandı, hamı çalışır bu pulun bu cütlüklərə qoy, bu valyutalara qoysun və bunların dəyərləri artmağa başlayır. Optimizm onda da ehtiyacınızsa bir dünya krizində bir xəbər yoxsa, hər şey yaxşı edirsə, məsəl üçün, məsələn, 2004-dən 2008-ə kimi belə idi. Bütün dünyada kim hara investor qoyulursa qazanmağa başladı. Onda dollara yenə ehtiyac yox idi, yəni franka ümumiyyətlə ehtiyac yox idi ki, pul yatırsa, çünki həmin pulu orada yatırıb qalmaqdansa fikirləşək ki, qoy gedək başqa bir investisiya qoyaq, oradan pul qazanaq. Amma yəni nə vaxt ki, problem yaranmağa başladı, hamı başladı ABŞ dollarına, Yapon yeninə, İsveçrə frankına pulun çevirməyə onlara, çünki ABŞ bilirsiniz, dünyanın en böyük ordusu var, dünyanın en büyük iqtisadiyyatı var. Yəni o batası deyil, düz aşağı düşürülən batası deyil. Yapon yeni onun kimi. Japonya biz dünyanın indiki ikinci en büyük iqtisadiyyatı üçüncüye keçdi. İkinci yere Çin'di. Ama Japonya'da çok güzel maliyyə sistemi var. Çok etibarlı. Yani Çin her ne kadar güclü de olsa Çin'in maliyyə sistemi artık 10-15 illik, yani çok təcrübələr de yoktu. Yani kapital kontrolü denilen şey var. Yani Çin'de pul girip çıkmaq o da asan değil. Ama ABŞ'da, Japonya'da çok asandır. İsveçrə frankını bilirsiniz. İsveçrə bankları dünyada məşhurdur. Yani etibarlığına göre. İnsanlar nə ilə məşğul olsun, gedib İsveçrə banklarına pul yatırırlar. Çünki etibar edirlər o banklara. Yəni ona görə nə vaxt ki problem yaranda bu hamı deyəndə, yəni əksər bazar iştirakçısı pulunu çevirir bu valyutalara
və bu valyutalar başlayır qalxmağa. Yəni bu həmin valyutalar sığıncaq valyutalar deyirlər. O birisi avrodur, funtdur, Avstraliya dolları, Yeni Zeland dolları, Kanada dollarına isə risk valyutalar deyirlər. Bəzən olur ki, məsələn, bir dənə şeydir, funt olur ki, bəzən olur ki, sığıncaq valyutası kimi iştirak edir. Yəni problem yanında bəzən orada yatırım edir. Onun da qiymət qalxır, amma həmişə olmur. Amma əsasən funt, avrodur, Avstraliya dolları, Yeni Zeland dolları, Kanada dolları risk valyutalardır. Yəni o bir dünya krizi xəbəri varsa, dünyada bir pessimizm varsa düşməyə başlayır. Yəni yəqin bilirsiniz, bunlar ancaq böyük valyutalardır. Yəni Meksika pesosudur, nə bilim, Rus rubludur, İsrail şəkildir. Bunların hamısı risk valyutaları sayılır. Yəni sığıncaq valyutalar ancaq 3 dənəsidir. ABŞ dolları, yen, bir də frank. İndi bunu niyə başlayırıqsa, bir dənə misal çəkəcəm. Tutaq ki, Avropada bir bank krizi var idi. Misal üçün, Yunanistanın banklarında problem vardı. Yunanistanın, Kiprində problem vardı banklarında. Neydi? Kiprin banklarını çoxlu Yunanistan'da şirkətlər yatırım eləmişdi. O yatırım batmışdı. Kipirdəki banklar bir də pulu geri ala bilmədi. Ancaq bütün bankların yollarında bankların kimisə verəcəyi də var. Alacağını ala bilən ancaq verəcəkləri var. Onda nə olur? Bank batmağa başlayır. Bank krizi yanır, bankların bir-birinə borclu olsun, hamısı batmağa başlayır və kriz yaradır. Belə olanda insanlar qorxurlar ki, məsələn, avro yatırım yatırmaqdan və risk valyutalar aşağı düşmək başlayır. Amma danışıqlar gedir, məsəl üçün, Avropa Komissiyasının prezidenti olsun, müxtəlif ölkələrin baş nazirləri olsun, mərkəzi bankların baş nazirləri olsun, yığışlar bir ilə həftələrlə bir baxsız görəcəksiniz, həftələrlə, aylarla bəzən oturub həll yol tapmağa çalışır və bəzən önce çıxılar bir konferansa ki, biz bu danışıqlar nəticəsində belə bir qərara gəldik ki, belə bir kömək edək. Demək, krizin həllinə doğru bir addım atdı. Onda dərhal bazar optimizm yayılır və dərhal da avro USD qalxmağa başlayır, funt USD qalxmağa başlayır, Avstraliya dolları yeni qalxmağa başlayır, düzdür, avro frank qalxmağa başlayır. Onda indi və ya başqa bir misal, tutaq ki, Orta Şərqdə, yəni Ərəb ölkələrində bir dənə müharibə başlayanda, o dəqiqə bütün bazı dünyada şey yazır, yəni bir qorxu yayılır, bütün forex bazarına bir qorxu yayılır, yəni pessimizm başlayır. Pessimizm onun yenə həmin bəyərsizlik qalxır, düşməyə başlayır, avro USD düşür, funt USD düşür, Avstraliya yen düşür. Çünki bunların yuxarısında olanlar ki var, avro, funt, dollar, Avstraliya dolları düşməyə başlayır. Yəni bunlar düşürdə həmin o şeydə, həmin o cütlüyüzü qiymətə aşağı düşür. Yəni, məsəl üçün, görsəz ki, məsələn, Ərəb ölkələrində problem var, müharibə yarandı və görsəz ki, funt, dollar aşağı düşməyə başlayır. Təcrübələmək lazımdır, yəni bu adi bir şeydir, belə də olmalıdır. Yəni, bu niyə düşür, məsəl üçün? Demin ki, Avstraliya dollarında yaxşı xəbər çıxdı, amma Avstraliya dolları yeni aşağı düşür. Əgər elə bir şey varsa, yaxşı xəbər çıxır, aşağı düşür, deməli, nəsə harca bir kriz yanabda ona görədir. Yəni, bir dəfə, mən başa düşün ki, fundamental xəbər ki, olacaq kalendar xəbər, ya texnik analiz, həmin valyutanın düz çıxmır. Çünki valyutaya onlardan əlavə təsir edən bir şey var, xaricdən təsir edənlər də var. O xarici təsirə görə o valyuta cütlüyü düşüb qalxa bilər. Və yaxud başqa məsələ, tutaq ki, Çində iqtisadi artım gözlənilən az gəlirsə, dünyaya bir pessimizm yayılır, yəni onda risk valyutaları düşməyə başlayır, risk cütlüləri də düşməyə başlayır. Çin bir dünyanın ikinci ən böyük iqtisadi olduğuna görə, Çinin ABŞ kimi, yəni vəziyyətin pisləşməsi, bütün dünyaya təsir belə deyək. Məsələn, Çində bu dəqiqə iqtisadi artım ildə 7%-dir. Tutaq ki, gəlin 1% olsa, aşağı düşsə, nəinki Çin Azərbaycana belə təsir edəcək. Dünyanın hər yerində kriz yaranacaq. Azərbaycan, insanlar məsələn, baxası, gəliri azalacaq, Çinlə iş görənlərin gəliri azalacaq. Məsələn, Çində bank borc verirlər, borcu alamayacaq, banklar yavaş-yavaş batmağa başlayacaq. Yəni, o qədər problem yaranacaq, bütün dünyada kriz yaranır. Düzgün 7%-dən 1%-ə düşməz bir il ərzində. Amma yəni 2008-də ABŞ-da kriz olanda yəni əmələ düşməyə başlamış 200%, o 200% bəsələr ki, bütün dünyaya kriz yaysın. Belədir. Yəni, görsəz ki, kriz xəbərləri, yəni görsəz ki, iqtisadiyyatda bir dəyərləmə artımı var. Onu bütün dünya, Çinin məsəl üçün bütün dünya təsir edir, onu nəzərə alın. Yaxud başqa bir məsələ, misal ki, ABŞ-da ki, ev krizi, bütün hökumət yazığa gəlir. Necə olur? Yəni 2008-də bilirsiniz, ABŞ-ın krizi yarandı, evlərdə, ev bazarında kriz yarandı. Ev bazarında niyə kriz yarandı? İnsanlar çoxlu ipotekaya borc vermişlər banklar. Yəni, söhbət necə 100 milyardlardan geldi. Və insanlar yavaş-yavaş o ipotekanı verə bilməyə başladı və çox cüzi bir hissəsi oldu. Yəni, bu gəlirliyi banklar batmasın. Çox ümumi bir şey verir, yəni çox dərinə getirmir, amma belə bir şey olmuşdu. Yəni, heç kim yoxdur ki, məsələn, ABŞ-da kongresmənə yığılsın 800 milyard dolar nəsə
istiqraz almağa, yaxud ipoteka almağa qərar gəlsinlər. Siz ABŞ-da ev krizi olduğunu bilirsiniz, düzdür? Yəni ev krizinin köməyinə kömək elə biləcək hər hansı bir şey xəbər gəlirsə, vəssalam. Bütün risk faktorlar qalxmağa başlayır. Bütün bazara baxsınız, avro USD qalxır, funt USD qalxır, Avstraliya dolları qalxır. Yəni dollar özü düşməyə başlayır. Əməlli başlı şey olur. Əməlli başlı bir canlanma olur. Yəni, bu kriz xəbərləri belə təsir edir. Sığınca yüklənən misal çəkim. Tutaq ki, misal üçün, belə bir real problem də var. Avropada, İspaniyada bilirsiniz. Yəni, tutaq ki, büdcə defisiti problemi yarana bilər. Necə deyək, misal üçün, hesablamalar göstərə bilər ki, bu rübdə İspaniyada büdcə defisiti yaranır və bu nə deməkdir? Deməli, İspaniya borcun, bilirsiniz, hər bir Avropa ki, bütün dünya ölkəsi kimi hardasa borc götürür. Məsələn, müəllimlərin maaşı olsun, yol çəkmək olsun, nə olsun, bütün xərclər üçün dövlət borc götürür. Yəni, dövlətin gəliri biraz azdır. Dövlət başlayır, istiqamətdə borc götürür. Dövlət borc götürməyə başlayır deyə, dövlətin çoxlu borcları var. İspaniyada bir büdcə açığı, büdcə defisiti problemi yaransa, onda investorlar fikirləşirlər ki, İspaniya borcunu ödə bilməyəcək. Çünki pul azdır, gəlir azdır. Yəni, onda nə olur? Onda pessimizm yayılır. Pessimizm yayılır, insanların bir zəlzələ olur. Məsələn, zəlzələ ilə bu şeyin xəbəri təsiri eynidir. Dollar qalxmağa başlayır, yen qalxmağa başlayır, Şveytsə frank qalxmağa başlayır. Çünki insanlar pulun avrodan, yaxud da o krizin təsir edə bildiyi başqa ölkələr ki var, zəif ölkələr deyək də, Çin olsun və s. Asiya ölkələr olsun, oradan götürürlər pulu, başda ən etibarı harada Avropada, Yaponiyada, bir də İsveçrədə pulu oraya yatırmağa. Onda nə olur? Avro, yen, frank qalxdığı, avro dollar düşür, funt dollar düşür, Avstraliya dollar düşür, nə bilim, Avstraliya dollar yen düşür. Mən belə sığınca Türklüyünün təsiri belə olur bazara. Eləcə tutaq ki, başqa bir müşahid, tutaq ki, bu yaxında bir şey oldu. Avropa və vəziyyətdə IMF Beynəlxalq Maliyyə Fondu Kiprə yardım lazım. Kiprə yardım nə problem vardı? Kiprin Yunanistandan çoxu yatırım eləmişdi. Kiprin bankları batırdı. Qoyduqları yatırımın 50-60%'ni itirmişlər. Kiprin bank alacağını ala bilmədi, batırdı. Onda Kiprin bankları batırdı deyə bunlara pul vermək lazımdır ki, heç olmasa indiki o verib də banklar əmanətçiləri pulun geri çevirsin. Axırda düz alınmadı, belə qərar gəldi ki, əmanətçiləri pulun 60%'ni itirəsi oldu bəzi banklarda. Amma yəni nəsə bir həll yolu demək tapıldı. Və həll yolu tapılana gələndə artıq bazara bir optimizm yarandı. İnsanlar artıq fikirləşir ki, vəziyyət düzəlir. Onda dollara, ABŞ dollarına, Yaponiya ehtiyacı olmadı. Sırtqanın ehtiyacı olmadı, onların qiyməti düşməyə başladı. Və müvafiq olaraq da avro dollardır, nə bilim, funt dollardır, Avstraliya dollardır. Onlar burada bir səhv göstərmişik oxşarına, onlar qalxmağa başlayır. Yəni, burada oxşarısını səhv göstərmişik, çox göstəreyim. Bunlar qalxılı göstərməlidir. Onlar qalxmağa başladı. Başqa bir misal içəm, ümumi bir xəbərlər düzü, hər bir xəbər diqqətlə incələmək lazımdır. Olmur, amma bir böyük, tez-tez baş verən xəbərlər deyim ki, məsələn, görən kimi tanıyasız deyə ki, bu xəbər necə təsir edəcək bazara, yəni böyük bir yekun bir şey olsun, özdə bir ümumi təsəvvür olsun. Eşitdiniz ki, ABŞ terörist aktı baş verir, birinci risk faktorlar qalxacaq. USD qalxacaq, yen qalxacaq, frank qalxacaq, o pisa düşəcək. Eşitdiyimizdə Avropada tutaq ki, böyük bir miting başlayır hansı bir ölkədə, balaca yox, 5-10 min insan yığışdırır, 100 min, 1 milyon insan yığışdırır bir miting olsa İtaliyada, İspaniyada, yaxud da Portugaliyada, bilin ki, risk faktorlar qalxacaq, bunun əmin olun. Bir də bunun xəbər çıxan kimi təsir edir, yəni çıxan gün ərzində, yəni xəbər çıxandan 10 gün sonra təsir edəmir, yəni çıxandan 1 gün sonra başlayır təsir edəmir. Sonra Çində tutaq ki, iqtisadi artım azaldığını eşitsəniz, yenə birinci risk faktorlar qalxacaq. Sonra həm Yaponiyada tutaq ki, zəlzələ baş verəndə bilin ki, risk faktorlar qalxmağa başlayır. Çünki Yaponiyada tez-tez zəlzələ baş verir. Bir zəlzələ olmağa demək ki, Yaponiya iqtisadi zəifləyəcək. Yaponiya iqtisadi zəifləyəcək, deməli, o iqtisadi təsir edir. Çünki Yaponiyada iş görənlər var. Adi məsələn, Toyota şirkəti təkcə Yaponiyada iş görmür. Yaponiyada misal üçün istehsal eləyir, başqa ölkəyə ixrac edir, yəni başqa ölkədə istehsal edir, amma bankların da, istehsalçıların da hər cür biznesin Yaponiyanın işi olur biraz da olsa. Və onlar da Yaponiyada bir zəifləmə olanda, həm də Yaponiya böyük bir bazardır ABŞ üçün və Avropa üçün. Yaponiyada zəifləmə olanda o Avropanın takı, məsələn, belirdə lüks məhsul satanlar olsun, yəni məsələn, maşin istehsalçıları olsun, nə olsun, onların artıq
bazarında bir satışında azalma olur. Çində, məsələn, Çində azalma olanda, iqtisadi azalma olanda BMW-nin satışları azalır. Çünki BMW-nin böyük bazarlarından biri Çindir. Çində insanlar artıq belə pul azalırsa, deməli BMW satışı azalır. BMW satışı azalanda onda Almaniyanın yığdığı vergi də azalır. Çünki BMW-nin gəliri azalır satış azalırsa. Gəliri azalırsa az vergi verir. Onda Almaniyada yerdə iqtisadi bir balaca zəifləmə olur. Yəni, nəzərdə məsələn Çində, Yaponiyada, Avropa ölkələrində, Avropa ölkələrində bir yüzlərlə çox böyük korporasiyalar fəaliyyət göstərir. Yəni, onlar üçün böyük bir bazardır o. O bazarda zəifləmə olanda bütün Avropa, Amerika təsir eləyir. Eləcə də məsələn Avropa, Amerika təsir olanda, bir zəifləmə olanda bütün Yaponiya, Çinə, Rusiya hər yerə təsir edir. Çünki onlar böyük bazardır, ixracat elədikləri bazardan böyüdür. Və fikirləşirəm ki, bunların satdıqları məhsullar az satılacaq, onda deməli həmin ölkədə zəifləyəcək. Eləcə bəzi məsələn yaxşı xəbərlər verir. Tutaq ki, ABŞ Konqresi qərara gəlir ki, F-krizinin yardımı üçün istiqraz alışı eləyək. Bu yaxşı xəbərdir. Bazara optimizm yayacaq və risk valutaları düşəcək. ABŞ dollarına Yapon yeninə ehtiyac olmur artıq. İnsanlar başlayır avro almağa, nə funt almağa, nə Avstriya dollar almağa. Yaxın məsələn Avropada kriz olan ölkələr ki var, İspaniya, Portuqaliya, Kipr, Yunanistan. Bunların məsələn işsizlik göstəricisi yaxşı çıxsa, bazara optimizm yayılır. Deyə bilərsiniz, niyə məsələn Kiprin, Yunanistanın xəbəri balaca ölkələrin ancaq şeyə təsir edir, özünə yox, bütün dünyaya təsir edir. Yəni, bu həmişə belə olmur, son vaxtlar belədir. Bir sayım sizə, İspaniyanın problemi odur ki, İspaniyada banklar, xaricdə deyirlər banklar, banklar evlərə çoxlu, ABŞ kimi, çoxlu ipoteka borcu verir insanlara. Yəni, İspaniyanın ən böyük problemi odur, ipotekaların için yığa bilmirlər. Banklar bir də bu dəqiqə dövlətin yardım hesabına ayaq tutur, yoxsa yəni, dövlət yardımı olmasa, artıq bir təxminən 76 milyard dollar yardım edibdir borc alıb dövlət İspaniya banklarına. O dövlət yardımı olsa İspaniya banklara batar. İspaniya banklara batsa, İspaniyaya borc verilmiş Fransa bankları, Almaniya banklara batacaq, İngiltərə banklara batacaq. Yəni, çox böyük problem yaranır. Onun görə yəni, İspaniyada tutaq ki, vəziyyəti pisləşməyə, onun üçün digər iqtisadiyyətlərə təsir etməyə başlayır. Baxmayın ki, İspaniya o qədər də böyük iqtisadiyyət deyil. Həmin şey Portuqaliyaya aiddir. Portuqalda işsizlik problemi var. Yunanistan'da hem işsizlik hem bank problemi var. Kipr'de ise aslında bank problemi var. Yani bank krizi böyle diye. Ama Yunanistan'da bir de mesela işsizlik 26%'di. O 26% yani işsizlik ne dedi? Yunanistan hükümeti Avrupa'dan olsun, Avrupa'nın Beynəlxalq Valyuta Fondundan bir de Avrupa Mərkəzi Bankından borc götürübdü. Məqsəd də nədir? Çünki Yunanistan'da 2010-cu ildə bir şey oldu ki, təzə gələn baş nazir asıldı ki, dövlətin statistika göstəricilərində saxtakarlıq olubdur. Əslində dövlətin gəliri azdır. Yəni, dövlətin borcunu ödəyeməyəcək. Dövlətin gəliri çox azdır. Nə edirlər? Yəni, Yunanistana borcu olan ölkələr ki var. Yəni, bunlar da belə deyək də, borcunu alan məsələn banklar da istəyirsə borcunu alacaq, bunlar batmalıdır. Ona görə nə edirlər? Yunanistan təzədən borc verir ki, Yunanistan borcunu qaytara bilsin. Borcu da Avropa Birliyindən verirsən, Beynəlxalq Valyuta Fondu. Yəni, Yunanistan özünü düzələnə kimi borcunu versin ki, yəni, onlar da batmır, Yunanistan batır, onlar da batmasın. Ancaq Yunanistan'a borcu verəndə, qarşısına şərt qoyurlar ki, siz tutaq ki, xərcləri azaltmalısınız. Məsəl üçün, pensiya xərclərini dövlət hökumət verir, müəllimlərə verilən maaşdır, məsəl üçün, digər sosial işlərin maaşdır, sosial proqramlardır. Yəni, xərclər Yunanistan dünyanın ən çox korrupsiya olan ölkələrindən biridir və ən çox da xərc etkisi olan ölkələrindən biridir. Yəni, Yunanistan maliyyə sistemi o qədər, yəni, xəzinəsi o qədər də düzgün qayda-qanuna uyğun hərəkət eləməkdir. Yunanistan problemi çoxdur. Ona görə Yunanistan qarşısına məqsədlər qoymuşlar ki, siz insanları işdən çıxartmalısınız, müəllimlərdir. Bu il 25 min insan işdən çıxartmalıdır Yunanistan. Və bu işdən çıxartmaq üçün nə etməlidir? İşdən niyə çıxardır? Çünki xərcləri azaltsın ki, yəni bu gəlirlərinə xərcləri bir-birinə üstə düşsün, yəni qazandığına xərcləri üstə düşsün ki, artıq biraz özünə pul qalsın ki, bu Avropadan götürdüyü borcu qaytara bilsin yavaş-yavaş hər il. 2020-də fikirləşək ki, Yunanistan artıq borcu verəcək, qaytara biləcək, borcu qaytarmağa başlayacaq, yəni 2020. Artıq bir 7 il var. Vəziyyət o qədər də pisdir. Onun Yunanistanın da problem nədir? 26% işsizliyi var deyə Yunanistan hər dəfə insanları işdən çıxardanda o dəqiqə insanları çıxıb miting edirlər ki, işdən çıxartmayın bizi. Yəni, onlara başqa gəlməmək üçün məcburlar eləmək. Yunanistan'da işsizlik problemi yanında bilirlər ki, insanlar miting yaranacaq. Miting yanında hökumət məcburdur eləsin. Məcburda o insanları gətirsin, işi götürsən də işsizlik ki, məsələn,
çıxartmaq qərarı var, onu ləğv etsin o qərarı. Çünki yəni, asan deyil. Yəni, hökumət qərar çıxarır ki, misal üçün də 12.500 nəfər bu il işdən getməlidir. Onu eləyə bilmirlər, onu yerinə yetirə bilmirlər. Çünki insanlar miting edir. Amma onu yerinə yetirmirlər, onu deməli, bunlar xərclərini azalda bilməyəcəklər. Xərclərini azalda bilməsələr, deməli, borclarını verə bilməyəcəklər. Borclarını verməsə, yəni, yenə bütün Avropaya kriz yayılır. Avropa krizində yenə avro düşməlidir. Avro düşür, nəm, ofisə düşür. İnsanlar nə edirlər? Onca Yunanistan'da Kipr balaca bir ölkədir. Orada problem olan ki, başlayır risk valutalarını almağa. ABŞ dollarıdır, nə bilim, yendir. 3 dənə yen ABŞ dolları, bir də Şvets frankı. Yəni, görəndə ki, məsələn, Kiprdir, Yunanistan niyə belə balaca problem ya, ölkələrdə problem yanında bütün bazar festivalin gəlir, onu bilin. Yaxud, məsələn, Çinin alış indeksi göstəricisi var. Ola bilsin, alış indeksi bilirsiniz, PMI-dir, Purchasing Index deyirlər. Məsələn, bu günlər çıxdı. O xəbər nəyə göstərir? Yəni, bu misal, əslində, 100 dənə xəbərdən sadəcə bir nümunə göstərirəm. Xəbər göstərir ki, məsələn, istehsal olan şirkətlər gələn ayın nə qədər istehsalına məşğul olmalıdır. Gələn ayın nə qədər istehsalına məşğul, gələn ayın nə qədər sifariş verirlər, alış sifarişi, xam mal olsun, nəm tədarük olsun. Məsələn, fabrikdə çox xam mal sifarişi verirlərsə, bu deməkdir ki, insanlar şey eləyir. Şirkətlər, o istehsalla məşğul olan şirkətlərin işləri yaxşı gedir. Bu demək ki, ümumdaxili məhsul artacaq, yəni ölkənin istehsalı artacaq. Bu da demək ki, ölkənin gəliri artacaq. Bu da demək ki, Avropadır və Amerikadır, yəni Yaponiyadır, hansı Çinə ixrac eləyir, Avstraliyada həmçinin, Çinin ən böyük ixrac eləyən biridir. Onların şirkətlərinin hansılar ki, Çində fəaliyyət göstərəcək, onların gəliri artacaq. Əgər elə olacaqsa, onda deməli şey olur. Elə olacaqsa, deməli risk bazara bütün dünya iqtisadının irəliləmə olacaq. Bazara bir optimizm yayılır. Onda yenə ABŞ dolları və s. düşməyə başlayır. Risk valutası hamısı düşür. Yəni belə ümumi olaraq belə bir misal çəkdik ki, təsəvvürünüz olsun. Bir xəbər çıxanda biləsiniz ki, yəni bu xəbər nə cür təsir edə bilər. Yenə də 100 dənə xəbər var, hamısını bilmək olmur. Amma bizdən nə vaxtsa zəng edib soruşa bilərsiniz, izah eləyərsiniz ki, bu xəbər çıxdı, yəni niyə düşür, niyə qalxır. Özünüzdən belə bir təsəvvürünüz olsun, bilin ki, Çində çıxan bir xəbər Avroya təsir edə bilər. Onu bir dəfə başa düşün. Yəni, məhz durub şeyi gözləməyə ehtiyac yoxdur ki, Avronun özündə xəbər çıxır, yaxud Avronun özündə məsəl üçün, ki, bir dənə yaxşı xəbər çıxıb, amma Avro düşür. Yəni, ola bilsin, Avro düşür, Çində ondan qat-qat vacib xəbər çıxdı və o qat-qatı çox pis xəbər oldu. Bir şey, məsələn, təzələnən bir dənə başa qaydan kimi bir şey, məsələn, Avropada bir kriz xəbəri yayılacaqsa, ki, İtaliyada borc krizi, İspaniyada ev krizi, Yunanistanda büdcə defisi krizi və s. yaranırsa, Avstraliya dollara yeni düşür. Avstraliya dolları yeni bilirsiniz, risk valyutası yeni təşkil edilir. Bu ona görə düşür ki, ona görə həm Avstraliya dolları düşür, həm də yeni qalxır. Yəni, ikisi eyni vaxtda baş verir. Amma ayrı vaxt ola bilsə, məsələn, görəsiniz ki, Avstraliya dolları yeni düşür, amma Avstraliya dolları üzrə burada təşkil olub, Avstraliya dolları dollar qalxır. Avstraliya dolları yeni düşür, Avstraliya dolları yeni qalxır. Yəni, baxarsan necə olur, birində Avstraliya dolları düşür, obisində qalxır. O deməkdir ki, yəni görünür elə belə deyirsə, ya yenidə xəbər çıxdı, ya da ABŞ dolarında xəbər çıxdı, amma Avstraliya dolarında heç bir xəbər çıxmayıbdır. Bu ona görədir. Yəni, əgər Avstraliya dolarında bir xəbər çıxsaydı, bütün Avstraliya doları olan cüzülər ya qalxar, ya düşərdi, eyni üzrəkirlərdi, ya bəziləri istisna olmalı. Amma biri qalxır, biri düşürsə, deməli, nəsə, həmin o ölkənin çıxan xəbəri yox, başqa yerdə çıxan xəbər daha çox təsir edir. Belə ola bilir, məsəl üçün, eyni vaxtda görürsünüz ki, axşam vaxtı, səhər vaxtda ki, Avstraliya dolarının xəbər yaxşı çıxır, amma Avropadan xəbər pis çıxır. O demək istəyəm o ki, təkcə izlədiyiniz valyutanı yox, bütün böyük əhəmiyyətli ölkələrin valyutanın xəbərlərini izləyin. Onun üçün kalendarda bizdə təqvim var, qısa təqvim, oradan girib baxa bilərsiniz ki, hansı saatı nə xəbər çıxır və yaxşı xəbər çıxır, pis xəbər çıxır. Onu çox zaman görə bilirsiniz. Sonra misal üçün, eşidə bilərsiniz ki, ABŞ-ın Mərkəzi Bankası sədri BNP-dən ki, işsizliyə yardımcı pul genişmə siyasətini düşünləndirib, qısa dolların dövlətini atacağını deyir. Bendən ki, bunu niyə eləyir ABŞ-ın Mərkəzi Bankası sədri? Çünki onun qarşı tapşırıq qoyub ki, işsizliyin nəyin bahasına olur olsun, işsizliyi azaltmalıdır. Azaltmanı kömək eləməlidir. Belə bir şey var ki, onu başqa vaxt izah edəcəyik. Belə bir şey var ki, Mərkəzi Bank nə qədər çox pul buraxır ölkəyə, nə qədər çox banklar kredit verir. Banklar götürüb kreditlə o şirkətlərə başlayır kredit verməyə. Şirkətlərin krediti olduqca həm
çoxlu investisiya eləyirlər. İnvestiyirlər, həm də çoxlu alış edirlər başqa şirkətlərdən. Çoxlu investisiya eləyəndə çoxlu iş götürürlər işə. Yəni, məsəl üçün, bir bank təzə zavod açanda, bir şirkət bankdan borc ötürüb təzə zavod açanda çoxlu iş götürür işə. Ona görə də, məsəl üçün, Mərkəzi Bank kreativ şirkətlərini azaldıb ofisi banklara verir, ofisi banklar şirkətlərə verir, şirkətlər də investisiya yatırmağa başlayır. Onda ölkə iqtisadi güclənir, çünki işsizlik yazar, təzə iş tapırlar. Belə bir xəbər eşitsə, görəcəksiniz ki, avro dolları qalxmağa başlayır. Çünki eyni vaxtda həm avro qalxır, həm də ABŞ dolları düşür. Bunun nəzərinizdə olsun. Bir də bəzi cütlüklər var, yəni özlərinə məxsus bir qəribə xasiyyətləri olur. Ümumiyyətlə verin, adətən cütlüklər 50% öz fundamental xəbərlərinə görə təsir edir. Əks edirlər 40% dünya birinin axınına görə, bəzən də məsəl üçün öz qəribə hərəkətlərinə görə. Əslində çoxdur, amma bəziləri, böyük cütlüklərin bəzilərinin şeyləri var. Onu nəzərə çatdırım. ABŞ dollarında ola bilər ki, ABŞ-ın iqtisadi göstəricisi yaxşı olsun, amma küssün. Niyə? Çünki yenə deyim, ABŞ dolları yaxşı, ABŞ-dan yaxşı xəbər çıxanda dünya bazarına optimizm yayılır deyə hamı dolları satır. Info-da baxır ki, necə o ki, ABŞ dollarına xəbər yaxşı çıxıb da ABC dolları düşür. Yəni, belə bir şey ola bilər, onun nəzərinizdə olsun. Yəni, həmişə olmur, amma bəzən olur. Axır vaxtlar olmur, artıq son bir 2 ayda olmur, amma əvvəllər bir 6-7 ay əvvəl olurdu tez-tez ki, məsəl üçün, ABŞ-dan xəbər yaxşı çıxanda ABC dolları düşürdü, ABC-dan xəbər pis çıxanda ABC dolları qalxırdı. Bu ABŞ dollarının qəribəliyi idi. Bunu nəzərdə saxlayın həmişə. Əməl sonunda fikir verin. Yaponiyada pis xəbər çıxanda, məsələn, zəlzələ olanda Yaponiyanı qalxacaq. Yenə çünki Yaponiya yeni risk valyutası ona görə, sığıncaq valyutası ona görə ikincisi Yaponiyada belə bir şey var. Yapon şirkətləri çox pulun, sığorta şirkətləri pulu başqa ölkədə saxlayırlar. Söhbət burada bir neçə 100 milyardlarla yenidən gedir, dollarla baxsa, trilyonlarla yenidən gedir. Onlar, məsələn, zəlzələ olanda məcburlar ki, sığorta şirkətləri o pulu geri çəksinlər, zərər ödəsinlər. Pul gecikən də onlar başqa valyutadan çevirirlər Yapon yeninə, Yapon yeni alırlar, Yaponiyanın qiyməti qalxır. Ona görə məsələn 2011-də zəlzələ olanda martın 11-də Yaponiyanı qalxmışdı, düşməmişdi. Halbuki hamımız əksini gözləyirdi. Sonra Kanada dolları neftin qiyməti qalxanda çünki qalxır. Çünki Kanada böyük neft ixracçısıdır. Yəni neftin qiyməti qalxanda Kanadanın gəlirləri artır, Kanada qalxır, dolları qalxır. Amma o birisi valyutalara təsir olmur. Eyni zamanda dəmirin qiyməti qalxanda Avstraliya dollarının qiyməti qalxır. Avstraliya yenə Çinə çoxlu dəmir ixrac edir. Yəni dəmir qiyməti qalxanda Avstraliya dollarının gəlirləri artır. Gəlirləri artanda Avstraliyanın gəlirləri artır. Avstraliyanın gəliri artanda Avstraliya dolları qalxır. Ona görə ümumiyyətlə Çindən nə vaxt yaxşı xəbər eşidəndə bilin ki, Avstraliya dolları qalxacaq. Çünki Çin Avstraliya dollarının şeyidir, belə deyək, ən böyük ixrac bazarıdır. Çinin nə qədər böyük olma, nə qədər çox güclənmə, o demək ki, Avstraliya şirkətlərinin satışı çox olacaq. Ona görə məsələn görürüz ki, Çindən bir dənə yaxşı xəbər çıxanda avrodan çox, obisindən çox Avstraliya dolarını təsir edir. Yaxşı xəbər çıxanda Avstraliya dolarını çox qaldırır, çıxanını salır. O nəzərinizdə olsun. Hələlik bugün başladan buydu. Bir sualınız varsa sizin vaxtdan gelib bizə verə bilərsiniz. Yaxud bu nömrələri göstərər aşağıda. 012 594 62 98-dən gələ bilərsiniz. Yaxud bizə e-mail yolla bilərsiniz. Yaxud bizim web saytımızda online stat var. Orada müştəri kömək edə bilərsiniz suallarınıza. Buyurun, istədiyiniz sualları yaza bilərsiniz. Sağ olun.